Hoş gördük değerli dostlar. Salamlayıram sizləri Xəzər rayonu Binə Savxoz ərazisində. Sağa gedən yolda 3-cü küçədə değerli dostlar. Sizə bir dənə gözəl 4 otaqlı bir evi çıxartmışıq satışa değerli dostlar. Sizə çəkib göstəririk. Baxın, evimizin geniş belə bir həyəti var. Tam hazır vəziyyətdədir. Bu dəqiqə gir yaşa evdir değerli dostlar. Belə bir geniş həyəti var. 3-4 maşın rahatçılıqla daxil ola bilər. Bakın bu evin güzelliğine bakın değerli dostlar. Evin güzelliğine siz özünüz qiymət verin. Bir dənə baxın. Bu evimizin bakın gözəl belə bir çöl görünüşüdür. 7-8 daş kürsüdədir. Bakın. Burada həyətdə belə bir səliqəli sanitar sanzör qovşağıdır. Ehtiyat sütsəni, motor gidrafon, əl üz yumağa bakın burada yeri var. Buranın da bir dənə göstərək sizə. Burası da hazır vəziyyətdədir. Aksesuarlarına kimi qoyulub değerli dostlar. Keçək bir dənə evimizin arxa hissəsinə. Baxın buradan evin arxa hissəsində də yer var. Baxın bu da evimizin yan hissəsidir. Bir dənə padvalı ilə də tanış olaq. Bu evimizin padvalıdır. Değerli izləyicilər, gözəl müştərilər. Baxın evimizin padvalıdır. 5-15 millərlə hamısı səliqəli. Formasında vaxt itirmədən. Keçək bir dənə evimizin bu gözəl, qəşəng səliqəli evimizin keçək bir dənə içərisiyle de tanış olaq değerli dostlar. Bəh, 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 maşallah. Girən kimi belə bir gözəl koridor bizi qarşılayır. Evimiz 4 otaq, bir mətbəxdən ibarətdir değerli dostlar. Belə bir gözəl koridor bizi qarşılayır. İlk öncə sizləri tanış elədiyim otaq mətbəx otağıdır. Şəbəkə pəncərəsi ilə birbaşa öz həyətinə baxır değerli dostlar. Səliqəli belə bir evdir. Yeni tikilib, remont olunub, gördüyünüz kimi. Mətbəxidir, geniş belə bir mətbəx hissəsidir. Keçək, təkrar sağda bir dənə burada. Belə bir gözəl yataq otağıdır. Otaqlar hamısı genişdir, səliqəli, çil sıraqlarına kimi qoyulub. Gördüyünüz kimi. Burada belə bir, ikinci belə bir yataq otağıdır. Bütün pəncərələr hamısı öz həyətinə baxır, değerli dostlar. Gördüyünüz kimi. Sanitar və sanzör qovşağı, gözəl belə bir sanitar sanzör qovşağı, aksesuarlar hamısı qoyulub, hamısı yerindədir, hazır vəziyyətdə. Burası 3-cü belə bir yataq otağıdır. Değerli dostlar, baxın 3-cü belə bir yataq otağıdır. Bu da bir dənə bizim gözəl, değerli qonaqlarımız üçün bir dənə belə bir gözəl qonaq otağı. Qonaq otağı da maşallah 8 metre uzunluğunda belə bir